Bu gün Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində ölkəmizin pambıq sənayesinin lideri olan Prime Cotton şirkətinin dəstəyi ilə yaradılmış ölkənin ilk regional karyera mərkəzi olan Prime Cotton Əməkdaşlıq və Karyera Mərkəzinin rəsmi açılış mərasimi olub. Açılış mərasimində Kənd Təsərrüfatı Naziri Məzlum Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Türkiyənin Gəncə şəhərindəki rəsmi konsulu Recep Öztop, Prime Cotton ana şirkəti olan GP Cotton Holdings şirkətinin müşahidə şurasının müşaviri Richard Morgan, Prime Cotton baş icraçı direktoru Rövşən Mahmudov və Prime Cotton əməkdaşları iştirak ediblər. Bizim məqsədimiz bu sahəyə, bu sektora, kənd təsərrüfatına marağı, ambisiyası olan, biliyi, bacarığı olan qızlar, oğlanlar, xanımlar, cənabları cəlb eləmək, onları inkişaf etdirməkdir. Bu mərkəz Prime Cotton'un 30 illik fəaliyyəti çərçivəsində ərsəyə gəlmişdir və bizim məqsədimiz tələbələrimizin inkişafını etdirməkdir və bizim tədris mərkəzimizdə inkişafını davam etdirməkdir və bununla bərabər onları real həyat şəraiti ilə ilk addımları atdırmaqdır. 2024-cü ilin sentyabrında imzalanmış memorandum çərçivəsində mərkəz vasitəsilə pambıqçılıq sahəsində maraq göstərən tələbələr üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək. Tələbələr gənc aqronom və gənc mexanik təcrübə proqramı barədə məlumat alacaq. 1-4-cü kurs tələbələri arasından seçilən istedadlı gənclərlə Prime Groups komandaları yaradılacaq. Onlar üçün təlimlər, seminarlar, filial səfərləri və innovativ layihələrdə, o cümlədən aqro layihələrdə iştirak imkanları təmin olunacaq. Qeyd edək ki, Karyera Mərkəzinin açılışından əvvəl Azərbaycan Dövlət Aqrar Universitetində 17-ci karyera sərgisi keçirilib. Keçirilən 17-ci karyera sərgisinə 1000-dən çox vakant iş yerləri çıxarılıb. Ən əsas məqam ona ibarətdir ki, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə tanınmış şirkətlərlə əməkdaşlıq edir və əməkdaşlığımızın məqsədi universitetimizin məzunlarının gələcək iş prinsipləri, karyera uğurlarının əldə edilməsidir. Sərgi zamanı iştirakçılar 150-dən çox şirkət və müəssisənin stendləri ilə tanış olub, işə götürənlərlə birbaşa ünsiyyət qurmaq və mövcud vakansiyalar, təcrübə proqramları barədə məlumat almaq imkanı əldə ediblər. 17-ci karyera sərgisi çərçivəsində məzunlara 1000-dən çox vakansiya təmin olunub. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV, Gəncə.